Bismillahirrahmanirrahim. Əzizlər, bir daha xoş gördük sizi. Bugünkü mövzu hazırda gündəmdə olan məsələ Ayətullah Xamneyinin ölkədən qaçmaq məsələsidir. Güya Ayətullah Xamneyi ölkədən qaçıb. Bunu qısaca araşdırmaq istəyirdim. Əvvəla, niyə bunu edirlər? Niyə bu şayələri yayırlar? Səbəb odur ki, müsəlman cəmiyyətlərində istəyirlər namütlük yaratsınlar. Elə ki, namütlük yarandı, daha heç bir irəliləyiş, heç bir inkişaf ola bilməz, daha insan gələcəyi görə bilməz. Bu da düşmənin ən böyük silahlarındandır. Deyirlər ki, güya ixtişaşlar, əlbəttə Azərbaycanın sionist mediası ixtişaşları elə qələmə verir, hətta inqilabın 11 fevralda hər il inqilabın ildönümü olur. Oradakı şəkilləri götürüb verirlər, əlbəttə şəkil verirlər, video da vermirlər. Oradakı şəkilləri götürüb verirlər, deyirlər ixtişaşlar minlərlədir. Bir halda ki, biz İranın içində görürük ki, ümumiyyətlə belə bir şey yoxdur. Ümumiyyətlə belə bir şey yoxdur. Yəni 50 nəfər, 100 nəfər hansısa pul almış Almaniyadan, İngiltərədən, Siyonistdən xüsusən pul almışlardır, ixtişaş keçirirlər 50 nəfər, 100 nəfər, 150 nəfər. Bu da bir şey deyil. Bundan ən güclüsü 12 günlük müharibə idi ki, istədilər nəsə eləyirlər, amma bir qələt eləyə bilmədilər. Hamısı propagandadır. Vəssalam. Düşmən soyuq müharibə ilə nəticə əldə edə bilmədiyini istəyir, ancaq belə sosial mübarizə ilə, müharibə ilə, yumuşaq müharibə ilə istəyir öz istəyini yerinə yetirsin. Azərbaycanın sionist mediası elə tirajlayır bu məsələni ki, Xamneyi ölkədən qaçdı. Bu, nə bilim, Rusiya sığındı. Mən bunları sizə qısaca dəlillərlə inşallah səbr edəsiniz, mən sizə bunların dəlillərini deyim. Ümumiyyətlə Ayətullah Xamneyi və ya Vəli Fəqih qaça bilərmi? Bu bir dənə sual. Cavabı isə budur. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki: "Ya eyyuhellezina amanu, iza laqitumullezina kafaru zahfan fala tuwalluhumul adbar." Ey iman gətirənlər, Ayətullah Xamneyi iman gətirənlərin başında dayanan şəxsdir, Vəli Fəqihdir, müsəlmanların əmiridir, komandirdir. Burada adı möminlərə deyir ki, ey möminlər, elə ki kafirlə üz-üzə gəldiniz, zəhfən, yəni izdihamlı, düşmənin izdihamlı qoşununu gördünüz ki, sizin üzərinizə gəlir, ya siz onların üzərinə gedirsiniz, onların izdihamı var. Fəla tuvalluhumul adbar, arxa çevirib qaçmayın. Bu Vəli Fəqih hara qaçır? Bu Ənfal 15-dir. Ənfal 16-da buyurur ki, və mən yuvəllihim yevmə izin duburəh, fəqət ortada bir-iki dənə istisnalar var, onları demirəm. Fəqət ba'a biğadabin minallah və mə'əbahu cəhənnəm və bi'səl nasir. Əgər arxa çevirib qaçsanız, Allahın qəzəbinə düçar olarsınız. Və yeri cəhənnəmdir. Və nə pis qayıdış yeridir. Quranın ayəsidir. Bu peyğəmbərədir. Bu əmir-əl-mömininədir. Bu imamlaradır. Bu imamların haqq naibinədir. Bu İslam alimlərinədir. Bu tapşırıqlar. Niyə bu sözləri deyirlər? Propaganda aparırlar. İstəyirlər namütlük icad eləyərlər müsəlmanlar içində. Başqa bir dəlil, təcrübə əsasında olan dəlili deyirəm. İmam Xomeyni sürgün eləyəndə şahın zamanında, sürgün eləyəndə deyir ki, məni Qum-Tehran yolunda, məni apardılar magistral yoldan kənara torpaq yola çıxdı. Mən yəqin elədim ki, məni öldürməyə aparırlar. Məni tutub maşında, əsgərlər məni tutub aparır. Əllərində də silah. Bir dənə öz içimə nəzər saldım ki, bu məsələdə mənim içimdə bir qorxu var. Gördüm ki, heç bir qorxu yoxdur. İslam alimidir. Başqa bir dəlil. Diqqət edin. Şəhid Şeyx Fəzlullah Nuri məşrutə dövranında, şahın vaxtında, Qacarların vaxtında vəziyyət pisləşir. Gəlib şeyxə deyirlər ki, şeyx, get Rusiya səfirliyinə sığın. Və biri də budur ki, İngiltərə səfirliyi özü söz göndərir ki, şeyx, gəl sığın bizim səfirliyə. Şeyx Fəzlullah Nuri buyurur ki, təqribən bu məzmunda, buyurur ki, bugün mən ki, bu rütbədə, alimlik rütbəsində dayanmışam, mənim ora sığınmağım tarix boyu sonraki nəsillərdə gəlib rüsvayçılıq kimi görsənəcəkdir. Gələn nəsillər gəlib deyəcəkdir ki, keçmişdə bu İslam alimləri gəldilər, xəyanət elədilər İslama, İslamın kökünü qazıdılar. Kökünə balta saldılar. Amma mən bunu eləməyəcəm ki, tarixdə bu cür qalsın ki, hətta bir nəfər də olsa küfrün, tağutun bayrağı altına sığınmadı. Şahın zamanında bir alim idi. Bu işi görmür. İndi Vəli Fəqih postunda oturan və məqamı o şəxsdən üstün olan, yəni dərəcə və rütbəsi, o bir dənə alim idi. Heç bir postu məqamı yox idi. Alim məqamı var idi. Amma burada Vəli Fəqih hökumətində Vəli Fəqih ən üstün bir posta oturubdur və dünya siyasətini idarə eləyir. Belə bir şəxsiyyət gələ, deyir ki, görüm, hara qaçıram? Nə peyğəmbərlər, nə onların haqq vəsiləri, nə o haqq vəsilərin vəsiləri və o cümlədən İmam Xamneyi cənabları heç vaxt bu işi görə bilməzlər.
Niyə? Çünki insanların qəlbində nomütlük yaradır. Bu mümkün deyil. Mən başqa bir dəlil gətirirəm. İmam Xameneyi 982-ci ildə ya o illərdə, 42-43 il bundan öncə bir söhbəti var. Ağlaya-ağlaya şəhid ailələrlə söhbət edəndə buyurur ki, xoş sizin övladlarınızın halına. Onlar Allah yolunda şəhid oldular. Bəzən mən fikirləşirəm ki, mən hansısa bir yol qəzasında ölsəm və yaxud yatağımda ölsəm, bu mənim bunu düşünməyin özü mənim qəlbimi ağırlıq eləyir. Buna mən tab gətirə bilmirəm. Ayətullah Xameneyi İran-İraq müharibəsində İmam Xomeyninin nümayəndəsi idi, həmçinin də İmam Cümə idi. Tehran İmam Cüməsi idi rəsmi. Gedərdi, oturardı öz kürsüsündə, öz belə desə kreslosunda oturardı, deyərdi ki, müharibənin komandiri var, idarə eləyir, başda da vəli fəqih var. Mənə nə düşübdür, mən elə burada elə gələm, oturam ancaq bu işləri görəm. Amma həftə ərzində öz məxsus Kalaşnikov avtomatı var idi. Ki, ağa buyurur ki, inqilabdan qabaq mənim əlimdə özüm almışam. Həmin o Kalaşnikovu götürürdü, dövlətdən də almırdı. Gedirdi ön cəbhədə vuruşmaqdan ötürü. Gedirdi Şəhid Səmranla bir yerdə deyir ki, gedirdik, kəşfiyyata gedirdi düşmənin üstünə. Ona nə düşmüşdü? Əgər bu qorxurdusa, özü könüllü niyə gedirdi ön cəbhəyə? İndi gəlib bu qoca yaşında, təqribən Allah hifz eləsin, 90 yaşa yaxın yaşı var. Gəlib 90 yaşında düşməndən qorxur. Bu nə axmaqlıqdır? Azərbaycan Siyonist mediası ancaq tirajlayır ki, Xameneyi qaçır. Bədbəxt oğlu, bu orada oturan, o sizin tağutdan deyil ki, qaça. Bu, Venezuelaya ağlınız getməsin gəlib oğurlayıb aparırlar prezidenti. Bu Bəşər Əsəd deyil. Bunun cinsi tamamilə fərq eləyir, mahiyyəti tamamilə fərq eləyir. Nəsr cüməsində ki, şəhid Nəsrullahı vurandan sonra ağa çıxdı cümə xütbəsində təhdid eləmişlər ki, vuracaq. Rəhbər gəldi, oturdu, hətta həmişə namaz gəlirdi xütbəyə və namaza. Gəldi orada oturdu da. Yarım saat, bir saata yaxın bəlkə də oturdu. Ondan sonra bir namazı qılıb gedirdi, iki namazın ikisini də qıldı. Orada da bəzilərinə, dövlət adamlarına, bəzi şəxslərlə də hətta söhbət də elədi. Qaçmaq nə deməkdir? Allah Taala buyurur, Ayətullah Xameneyi simasında olanlar üçün buyurur ki, minəl mu'minina ricalun sadaqu ma ahadullah alayhi fa minhum man qada nahba və minhum man yantazir və ma bəddalu tabdila. Möminlərdən bəziləri var ki, öz Allahla bağladıqları öz əhd peymanlarına sadiqdirlər. Onlardan bəziləri nəhbəhu, öz nəzirlərinə əməl elədilər, şəhadət şərbətini içdilər. Onlardan bəziləri də gözləyirlər. Ayətullah Xameneyi həm gözləyənlərdəndir. Nə qaçmaq? Cənablar, öz tağut başçılarınızla Allahın vəlisini səhv salmayın. Vəssalam.